Salam, keçək məsələ həllərinə 178-ci sualdan başlayırıq. Deməli, ölkə ərazisinin sayı ilin əvvəlində 10.500 min nəfər, təbii artım hər 1000 nəfərə 6 nəfər olarsa, ilin sonunda əhalinin sayını hesablayın deyir. 178-ci sualda belə yazacağıq. Hər 1000 nəfərə təbii artım 6 nəfər təşkil edirsə, 10.500 min nəfərə əhalinin təbii artımı nə qədər olacaq? X. Buradan da X bərabərdir 63 min nəfər təşkil edəcək. Deməli, bizdən soruşur ilin sonunda əhalinin sayını. O yüzden əvvəl nə qədər idi? 10.500 min nəfər idi. 10.500 min nəfərin üstünə, sıfırlar da burada qeyd edək. Üstünə gəlirik, biz nə qədər tapdıq? Hər 1000 nəfərə 6 nəfər təbii artım olarsa 63 min tapdıq. Üzərinə 63 min gəlirik. Bu da bərabərdir 10.563 min təşkil edəcəkdir. Burada cavab D variantı olacaq. Keçdik 179-cu suala. Bu da bu tipli sualdır. Yine yazacaqsınız ki, hər 1000 nəfərə təbii artım 7 nəfər təşkil edirsə, 11.500 min nəfərə çalışmamaq üçün sıfırları qeyd edəsiniz, daha yaxşı olar. X nəfər təşkil edir. Burada cavabımız X bərabərdir 80.500 nəfər təşkil edəcək. İlin əvvəli nə qədər olub? 11.500 min nəfər. Üzərinə 11.500-ün üzərinə biz 80.500 nəfəri gəlsək, eləcək 11.580.500 nəfər. Bu da cavabımız C variantı olacaqdır. 180-ci sualda ölkə əhalinin sayı 2015-ci ildə 3.150.000 nəfər, 2020-ci ildə 3.228.075 nəfər olmuşdur. Bu dövrdə otel artım neçə min nəfər təşkil edir? İlk öncə biz 2020-ci ildə nə qədər olubsa, bu əhalinin sayından çıxmalıyıq. Biz burada çıxsaq, cavabımız eləyəcək 78.750 nəfər. Nədən çıxdıq? 3.228.750 nəfərdən 3.150.000 nəfər çıxdı. Cavabımız 78.750 nəfər təşkil elədi. Bizə deyir ki, bu dövrdə orta illik artım neçə nəfər? Neçə il keçib üstündən? 2015-2020. 5 il keçib. Demək ki, aldığımız cavabı biz 5-ə bölsək, 5 il keçdiyinə görə 5-ə bölürük. 15.750 nəfər təşkil edəcəkdir. Keçdik 182-ci suala. Ölkə əhalinin sayı 17 milyon nəfərdir. Əmək ehtiyatı 60%-dir. Əmək ehtiyatının 15% işsizdir, deyir burada. Deməli, biz 17 milyonun, gəlin burada 60%-ni tapaq. Görək ki, əmək ehtiyatı ölkə əhalisi neçə faizini təşkil edir? 17-ni vururuq 60%-ə, ədədin faizinin tapılmasıdır. Böldük 100%-ə. Burada cavab 10,2 milyon. 17 milyonun 10,2 milyonu əmək ehtiyatıdır. Əmək ehtiyatında 15% işsizdir. 15% işsizdirsə, gəlin bu neçə nəfər təşkil edir? Gəlin onu tapaq. Əmək ehtiyatı nə qədər tapdıq biz? 10,2 milyon tapdıq. 10,2 milyonu 15% böldük 100-ə. Burada cavabımız olacaq 1,53 milyon işsizdir. İşsiz. İndi biz buradan belə tapa bilərik. 100%-in 15% işsizdirsə, 85% demək ki, fəal əhalidir, işləyən əhalidir. Ya 10,2 milyon 85%-ni tapa bilərsiniz, ya da ki 10,2 milyondan 1,53-ü çıxacağıq ki, fəal əhalini tapaq. Burada cavabımız eləyəcək 8,67. Və bizdən birinci nə soruşurdu? Fəal əhali. Nə qədər tapdıq fəal əhalini? 8,67. İşsiz nə qədər tapmışdıq? 1,53 milyon tapmışdıq. Ona görə cavabımız olacaq C variantı. Keçdik. Piramida məsələləri məşhur əhali məsələlərindəndir.
Məsələ deməyək, yəni məsələ tiplərindəndir. Burada 2009-cu il üçün tərtib edilmiş əhalinin cinsiyyət piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Demək, biz diaqrama birinci baxırıq. Aşağıdan baxsaq, böhran dediyinə görə biz hansı yaş aralığında ilk qarşımıza böhran çıxır, hansı yaş aralığında daha az görsənir? İlk qabağımıza çıxan, burada görürük 10-14 yaşdır. Orta yaşlar verilir, sol tərəf kişilər, sağ tərəf qadın. 2009-cu il üçün tərtib edilmiş bu cins yaş piramidasına əsasən 2009-cu ildə, məsəl üçün, bu uşağın 10 yaşı varsa, bu böhran nə vaxt olub? Bu uşaq nə vaxt doğulub? 2009-dan çıxırsan onu, eləyir 1999. Bir 99-cu illərdə böhran müşahidə olunub. Bir də nə vaxt? 14 yaşda. 2009-dan çıxırıq 14-ü, nə vaxt eləyir? 1995. 1995-ci illərdə böhran müşahidə olunur. Gəldik 187-ci suala. Burada ölkə ərazisi xəritə 9 sm kvadrat göstərilmişdir. Deyir, əhalinin sayının 21,6 milyon nəfər, sıxlığının isə 60 nəfər bölünsün kvadrat kilometr olduğunu bilib, ölkənin sahəsinin fərqlə miqyasını hesablayın. Okay. Deməli, biz sıxlıq düsturunu yadımıza salırıq. Sıxlıq düsturu bərabərdir. Əhalinin sayı bölünsün ərazi. Sıxlıq düsturumuzda bu belədir. Sıxlıq düsturuna nəzərən bizdə burada verilib əhalinin sayı, bir də sıxlıq verilibdir. Biz də yerinə qoyaq, düsturun yerinə qoyaq, ərazini tapaq 60 bərabərdir. Əhalinin sayı 21,6 milyondur. Böldük əraziyə x. Buradan x-imiz çıxacaq 360. Yəni 21,6 milyonu 60-a böləndə 360 min ərazinin sahəsi çıxacaq. Yəni 360 min buralarda. Və bizə deyir ki, ölkə ərazisi xəritədə 9 sm kvadratla göstərilibdir. 9 sm kvadratla 360 mini göstəriblərsə, burada yuxarıda qeyd edirəm, 9 sm kvadratla 360 min kvadrat kilometrdir bu. Kvadrat kilometr göstəribsə, bizə deyir ki, xəritənin miqyasını, yəni 1 santimetr kvadratında nə qədər göstərilibdir? X kvadrat. Buradan da x kvadratı çıxacaq 360 mini biz 9-a bölsək, cavab çıxacaq 40 min. 40 mindən də kök neçə çıxır? Təbii ki, x bərabərdir 200 çıxır. 200 dalınca 5 dənə 0 olan variant B variantıdır. Keçdik 220-ci suala. 220-ci sualda nə deyir? Ölkədə iqtisadi səhhətdən fəal əhalinin 5,7 milyonu nəfəri maddi istehsal, 2,7 milyonu isə qeyri-istehsal sahələrində çalışır. Demək, nə qədər adam çalışır? 5,7, 2,7. Biz bunları toplasaq, 8,4 milyon nəfər əhali eləyəcək. İndi işsiz əhali 30%-dir. Demək, işləyən əhali 8,4 milyondursa, 100% əhalinin 30% işsizdirsə, 70% əhalisi işləyir. 70% əhalisi işləyir. Bizə lazım soruşur ki, əmək qabiliyyətli əhalini hesabla. Əmək qabiliyyətli əhali, təbii ki, orada 100%-dir. Cəmi işsiz əhali ilə fəal əhalinin cəmi 100% eləyəcək. Biz buradan x-in cavabının 8,4-ü 100-ə vurub 70-ə bölsək 12 milyon olduğunu taparıq. Düz 21-ci sualda ölkənin əmək qabiliyyətli əhalisinin 68%-ni iqtisadi cəhətdən fəal əhali, 8 milyon nəfərini isə işsiz təşkil edir. Deməli, bu sualda necə eləyirik? 68% işləyirsə, demək 32% işləmir, işsizdir. 32%-in
işləməyən əhali faizlə burada 8 milyon nəfərlə veribdir işsizi. Yəni 8 milyon nəfər əhali 32% təşkil edirsə, ümumi əmək qabiliyyətli əhali nə qədər? Yəni 100% nə qədərdir? X. X də buradan cavab çıxacaq 25 milyon. Keçdik 222-ci suala. Əhalinin sayı 8 milyon 265 min nəfər, illik təbii artım 66 min 120 nəfər olub. Hər 1000 nəfər üçün təbii artım sadə bir sualdır. Tənasüb burasıyıq. 8 milyon 265 min nəfərə təbii artım nə qədər düşüb? 66 min 120 nəfər. Bizə deyir ki, hər 1000 nəfərə təbii artım nə qədər düşər? X. Buradan da x bərabərdir 8. 66.120'ni vurursuq 1000'ə bölürük 8 milyon 265 mindən cavab çıxır 8. 223-cü sualda ölkənin əhalisi sayı 80 milyondur. Doğanlarla ölənlər arasındakı fərq biz bilirdik ki, təbii artımdır. Təbii artım burada görürsünüz ki, 1 ilə doğanların sayı 1,9 milyondur. Təbii artım bərabərdir. Doğulanlar 1,9, ölənlər 0,7'dir. Buradan təbii artımın 1,2 milyon olduğunu tapırıq. Və deyir ki, ölkənin əhalisinin sayı 80 milyon nəfərdir. Yəni 80 milyon nəfər əhaliyə 1,2 milyon təbii artım varsa, hər 1000 nəfər təbii artım nə qədər düşür? X. Burada təbii ki, sıfırlar unutmayaq. Burada milyon, burada milyon, 30 bunlar ixtisara gedəcək. X da bərabərdir. Buradan cavab çıxacaq 15. Yəni 1,2-ni 1000'ə vurub 80'ə böləndə cavab 15 çıxır. 224'te ölkə əhalisi 100 milyon nəfərdir, biridir. Bu da eyni tipli sualdır. 2,8'dən 1,6'ını çıxacaqsınız. Eləyəcək 1,2 milyon. Hər 100 milyon nəfərə 1,2 milyondursa əhali, hər 1000 nəfərə nə qədər düşür? Burada da 1,2'ni 1000'ə vurub 100'ə bölündə cavab 12 çıxacaq. Burada cavab 12 olacaq. 225-ci suala gəlsək, burada ölkədə əhalinin sayı 8 milyon 265 min, təbii artım hər 1000 nəfər 8. Bu dəfə də bu sualın opsi versiyasıdır da. Birisinə verib, birisinə verməyib. Hər 1000 nəfərə təbii artım 8 nəfər düşürsə, 8 milyon 265 min nəfərə sıfırlarda yazaq. X. Buradan da bir-birisini vurub tənasübə həll eləyəndə 225-ci sualımızın cavabı olacaq 66 min 120 nəfər. Keçdik 226'ya. Ölkədə əhalinin sayı 8 milyon 800 min nəfər, 8 milyon 800 min nəfər isə təbii artım hər 1000 nəfərə 11. Yəni eyni bu tipli sualdır. 11'i vuracağıq 8 milyon 800 minə böləcəyik 1000'ə, cavab çıxacaq 96 min 800 nəfər. Siz orada vurub baxa bilərsiniz. Keçdik 227-ci suala. A regionda əhalinin ümumi sayı ilin əvvəlində 180 milyon nəfər, təbii artım hər 1000 nəfərə -2 olmuşdursa. Yenə təbii artım nə verirsə onu yazırıq. Hər 1000 nəfərə təbii artım olub -2 nəfər. 180 milyon nəfərə təbii artım nə qədər? 130 milyon üzr istəyirəm. 130 milyon nəfərə təbii artım nə qədər olub? X. Buradan da X-imiz bərabərdir 260 min nəfər. Burada cavabımız mənfi çıxır. Mənfi çıxdığına görə biz ümumi əhalinin sayından 260 mini çıxacağıq. Çünki əhalinin sayında azalma olubdur. Ona görə 130 milyonda 260 mini çıxanda cavabımız edəcək 129.740. Əhalinin az mənfi çıxdığına görə mənfi olanda biz əhalide mütləq şəkildə əhalinin ümumi sayından çıxmalıyıq. Müsbət olsaydı toplayasaydık. Keçdik 228-ci suala. Ölkədə dəmir yollarının ümumi uzunluğu 20.000 kilometrdir. Sıxlıq 400 metr bölsün kvadrat kilometrdir. Burada bura kimi olanı həll eləsək, biz yenə sıxlıq düsturumuz bərabərdir. Yolların ümumi uzunluğu böləsiyik sahəyə. Sahə. Bu sıxlıqdır burada. Burada sıxlıq nə qədər verib? 400 metr bölsün kvadrat kilometrlə veribdir. Biz ya kilometrlə işləməliyik, ya metrlə işləməliyik. Gəlin belə eləyək də. Bu 20.000 kilometrdir. Yaxşı, belə eləyək. 400 metr bölsün kvadrat kilometr deyil. 400 metri
400 metri burada. Kilometri hemen çevirək. 1 kilometr 1000 metr ise 400 metr burada 0,4 kilometr bölünsün kilometr kvadrat olacaq. Yani 1 kilometr 1000 metrdirsə 400 metrin 1000 1 kilometr 1000 metrdirsə 400 metr nə qədər olacaq? Neçə kilometr olacaq? 0,4. Yəni düsturda ya kilometrlə işləməli, ya metrlə işləməli. Biz metri çevirdik kilometrə. İndi yerinə qoya bilərik burada. Sıxlıq bərabərdir 20.000-i bölürük neçəyə? Bir dəqiqə üzr istəyirəm. Sıxlıq zaten varımız idi. Sıxlığın yerinə 0,4 yazılmalıydı. 0,4 var. 20.000 uzunluqda sahə lazım bizə. Sahə də x. X də 20.000-i 0,4-ə böləndə cavab çıxır 50.000. Bu ölkənin ərazisi 50.000-dir. Keçək ikinci cümləyə. Ölkədə əhalinin orta sıxlığı 100 nəfərdirsə, yəni 1 kvadrat kilometrdə 100 nəfər əhali yaşayırsa, 50.000 kvadrat kilometrlik ərazidə neçə nəfər yaşayar? X. X də burada bərabərdir. Bir-birinə biz buranda 5 milyon eləyəcək. Onsuz da bizdə cavablarda milyonla istəyir. Biz milyon orada qeyd eləmirik. Sadəcə cavabı 5 götürürük. Keçdik 229-cu suala. Ölkədə dəmir yolu, yenə bu tipli sualdır. Yenə burada 400-ü çevirərək 0,4 kilometr bölünsün kilometr kvadratı eləyəcək burada. Uzunluq 32.000 kilometrdir. 32.000-i 0,4-ə böləcəksiniz, cavab çıxacaq 80.000. Burada əhalinin sayını veribdir. Yəni 80 milyona, belə yazaq da, 80 milyona nə qədər ərazi var idi? 80.000 ərazi düşürdüsə, 80.000 düşürdüsə, bizə lazımdır, bir dəqiqə, bu başqa tipli sualdır. Ölkənin əhalinin sayını, burada sıxlıq istəyir bizdən, üzr istəyirəm, bu sıxlıq istəyir bizdən, sıxlığı hesablayaq. Bir ölkədə sıxlıq düsturumuz necə idi? Sıxlıq bərabərdir. Əhalinin sayını əraziyə bölərdik. Bura ərazi. Və biz artıq əhalinin sayının 8 milyon olduğunu bilirik. Sıxlıq bərabərdir. 8 milyonu biz bölmə ərazi bayaq nə qədər tapdıq? 80.000 tapmışıq. 80.000-ə böləndə 8 milyonu 80.000-ə böləndə sıfırları silsəz qalacaq cavab 100. Demək ki, 1 kvadrat kilometrdə sıxlıq 100 nəfər təşkil edir. 229-cu sualın cavabı olacaq 100. Keçdik 230-a. 230-da nə deyir? Miqyas 1 bölünsün 25 milyon xətt regionun ərazisi 8 cm kvadratı göstərilib. Sıxlıq 80 nəfər bölünsün kvadrat kilometr bilərək regionun əhalisi müsaini hesablayaq. 1 santimetrdə nə qədərdir bu? 1 santimetrdə 5 sıfırı biz bilirik ki, çıxırdı, silirdik. 1 santimetrdə 250-dir. Kvadratdan olduğuna görə, gəlin hər iki tərəfi kvadrata yüksəldək. 1 santimetr kvadratında nə qədər düşəcək? 250-nin kvadratı. 625, 62.500. 62.500 düşəcək. 1 santimetr kvadratına. Və 8 santimetr kvadratına qədər düşər. Məsələyə uyğun edirik. 8 santimetr kvadratına nə qədər düşəcək? X. Buradan da x-imiz bərabərdir. X bərabərdir. Vursaq 8-i 62.500-ə. Cavab edəcək 500.000. 500.000 kvadrat kilometr. İndi növbəti hissə oxuruq. Əhalinin sıxlığı 80 nəfərdir deyir. Yəni 1 santimetr, 1 kilometr kvadrata 80 nəfər düşürsə, bu nə idi bizim tapdığımız burada? Bizim burada tapdığımız sahə idi. 500.000 kvadrat kilometrə neçə min əhali düşər? Milyonla cavab çıxacaqsa indi, yəni milyonla çıxar. 500.000 kvadrat kilometre nə qədər əhali düşəcək? 80.000-i 500.000-ə biz vurtaq, burada cavab çıxacaq 40 milyon. Onsuz milyonu yenə verib mötərizədə biz sadəcə 40 yazacağıq orada. 230-cu sualın cavabı 40 olacaq.
Getdik 241, 230 qaydada cavab 40. 231-ci suala keçirik. Ölkə əhalinin sayı 35 milyon nəfərdir. Deyir ki, iqtisadi fəal əhali onun 45%-nə, işsizdə isə 7%-dir. Cəmi nə qədərdir əmək qabiliyyətli əhali? 45-7. Biz bilirik də, əmək qabiliyyətli əhali 2 yerə bölünür. Yəni, bunun işləmək qabiliyyəti varsa, əmək qabiliyyətli əhali 2 yerə bölünür. Var işləyən əhali, yəni fəal əhali. Bir də var işsiz. Bizə deyir ki, burada 45% işləyir, fəaldır. 7% işləmir. Cəmi əmək qabiliyyətli əhali nə qədərdir? 45-dən 7-ni toplayın. 52%-dir. Əmək qabiliyyətli əhali 52%. Mənə bu 52%-i milyon nəfərlə istəyir. Cəmi ölkə əhalisinə qədərdir? 35 milyon. Aha. İndi biz 35 milyonun 52%-ni tapmalıyıq. 35-i vururuq 52-yə bölürük 100-ə. Burada da cavabımız çıxacaq 18,2 milyon. Yenə milyonu verdiyinə görə biz 18,2 götürəcəyik. 232-ci sualda. İsveç əhalisi milli tərkibinin 65% Almandır. 65%. Plus 19% fransızdır. Üstəgəl 10% İtalyandır. Cəmi digər əhali, digər xalqlar nə qədər təşkil edir? 94%. Yəni bu əhalilər 65 demək necə idi? Alman, fransız, İtalyan cəmi 94%. 100% tamamlamaq üçün digər əhali, digər xalqlar 6% təşkil edir. 100-dən 94-ə çıxırsınız, 6% təşkil edir. Və mənə o digər xalqların sayını faizlə yox, 1000 nəfərlə istəyir. Yəni, ümumi əhalinin sayı 7,2 milyondursa, biz bu 7,2 milyonun 6%-ni tapmalıyıq. 7,2-ni vurursunuz 6-ya, bölürsünüz 100-ə. Bərabərdir. 132-ci sualın cavabı olacaq. 432 min, biz min lazım deyil. Mini özləri yazdıqlar burada. Cavab 432 min olacaq. 230-cu sualda burada da Belçika əhalisində flamandlar 55%-dir, vallonlar 33%-dir. Cəmi nə qədərdirlər? Cəmi 88% eləyir bura. 88. 100%-dən 88% çıxanda, yəni ölkənin digər xalqlarını hesablamaq üçün eləyəcək 12%. 10,5 milyonun 12%-ni tapa bilərik. Yəqin ki, 10,5-i vurursunuz 12-yə bölürsünüz 100-ə. Cavab eləyir 1260 min. Yenə mini yazmırıq. 1260 götürəcək. 234-cü sualda Qərbi Avropada əhalinin sayı 190 milyon nəfər. Təbii artım hər 1000 nəfərə 1-dir. Birinci burayı o qədər olan hissə eləyək. Hər 1000 nəfərə təbii artım 1 nəfər təşkil edirsə, 190 milyon nəfər əhaliyə, milyonda qeyd edək. X. Bu da məlum məsələdir ki, milyonda 3-dən 0-dan 3-dən 0 sayılırsa 190 min qalacaq. Demək ki, Qərbi Avropada əhalinin sayı 190 min nəfər artır. Getdi ikinci hissəni eləyək. İkinci hissədə də Şərqi Avropada 295 milyon nəfər əhali varsa, hər 1000 nəfərə təbii artım -1 təşkil edir, deyir. -1. 295 milyon nə qədər əhali təşkil edir? Burada təbii ki, azalma gedir, mənfi olduğuna görə. Nə qədər azalma gedir? 295 min nəfər azalma gedir. İndi bizdən soruşur ki, Qərbi Avropadakı illik artım, yəni 190 min, 295 mindən nə qədər çoxdur? Bunun üçün eləyəsiniz, 190 mindən çıxacaqsınız, çıxacaq, -290, çünki bunu buna vuranda burada mənfi yazma olmuşuq, -295 min. Təbii ki, 2 mənfi üstə yer eləyəcək. Cavab olacaq 485 min nəfər. 485 min nəfər. Mini yazma ehtiyac yoxdur. Elə 485-i götürsək kifayət edir. Eyni şəkildə 235-i də eyni şəkildə edirsiniz. Hər 1000 nəfərə -1-dirsə, 296 mini nə qədərdir? Və cavabımız mənfi çıxacaq təbii ki. -296 min eləyəcək. Yaxşı, bu məsələni həll eləyək. Hər 1000 nəfərə təbii artım -1 nəfər təşkil edirsə,
296 milyon nəfərə əhali nə qədər təşkil edəcək? X. X bərabərdir. Burada 200, mənfi 296 min çıxacaqdır. Oldu mu? Deyir ki, demək o göstəricilərin dəyişmədiyi şəraitdir. 5 ildən sonra, yəni bu 1 ildə olubdursa, 5 ildən sonra nə qədər olur? Vurursunuz 5-ə. 1480 min nəfər eləyəcək. 5 ildən sonra bu azalma 1480 min nəfər eləyəcək. Əhali nə qədər idi? Əhali 296 min idi. 296 mindən də 1480 mini çıxanda eləyəcək 294.520 min nəfər. Yəni 5 ildən sonra regionda əhalinin sayı neçə min nəfər ola biləcəyini müəyyən edin. Cavab 294.520 eləyəcək. Keçdik 236-cı suala. 236-da deyir ki, hər 1000 nəfərə təbii artım 4. Biz də qeyd edirik. Hər 1000 nəfərə artım 4. A ölkəsi əhalinin sayı 63.3 milyondursa, bu nə qədər təşkil edir təbii artım burada? X. Bunun da cavabımız çıxacaq 253.200 nəfər. Demək, bu qədər artım olubdur. B ölkəsində isə, bu A ölkəsi idi. B ölkəsində isə hər 1000 nəfərə təbii artım 4'dür. 62.7 milyon nəfərə təbii artım nə qədər təşkil edəcək? X bərabərdir. Burada cavab çıxacaq 250.800. 250.800. İndi bu bundan nə qədər çoxdur deyir də, yəni neçə min nəfər çoxdur. 253.200-dən 250.800 çıxsa, cavab eləyəcək 2400. Cavabımız bu sualda oldu 2400 nəfər. Keçdik 237-yə. Latın Amerikasında 1990-cı ildə əhalinin sayı 450 min nəfər təşkil edirdir. 2010-da 585 milyon. Belə olanda, baxın, hər 1000 nəfər 17-ni veribdir. Yazırsınız, hər 1000 nəfərə təbii artım 17 nəfər təşkil edir, deyil mi? 450 milyon nəfərə nə qədər artım olar? Bu 1000 nəfər artımdır da, 450 milyona nə qədər artım olar, əgər 17 təşkil edirsə bu rəqəm? Buradan cavab çıxacaq 7 milyon 650 min. 7 milyon 650 min nəfər artım olacaq. Oldu mu? Neçə il olub bu? 1990, 2010, 20 il olubdur. Demək ki, bu bir il ərzində idisə bizim tapdığımız bu 7 milyon 600 min, 20 il ərzində bu artım nə qədər olar? Buradan cavabımız çıxacaq 153 milyon nəfər artım olmalıdır. Yəni ümumi illik artım 153 milyon olmalıdır. Oldu mu? İndi əhali əvvəl nə qədər olubdur? 450 milyon nəfər olubdur. 450 milyon. Əvvəllərinə bax 1990-cı. 20 ildən sonra artım nə qədər olubdur? Yəni bizim hesablamamıza görə 153 milyon əhali artmalıdır. Cəmi əhali nə qədər eləməlidir? 603 milyon. Yəni 2010-cu ildə bu ölkənin əhalisi 603 milyon olmalıydı. Amma onlar nə qədər yazıblar? 585 milyon yazıb. Demək, burada nə var? Azalma var. Yəni ölkədən gedənlər var. Zaten bizdən onu soruşur. Əhalinin sayı miqrasiya hesabı neçə milyon nəfər demək, ölkədən gediblər. İndi əslində 603 milyon olmalıydı. Biz də bu 603 milyondan 585'i qalır yerində. Nə qədər əhali çıxıb gedibdir ölkədən? 18 milyon. 18 milyon nəfər əhali ölkədən çıxır. Yəni miqrasiya hesabına ölkəni tərk edirlər. Sonra keçdik növbəti suala. 238-ci sual. Burada əhalinin sayı 40 milyon nəfərdir. Əhalinin 60% əmək ehtiyatlıdırsa, əmək ehtiyatı 70%. Aha, 3-cü və 4-cü sektor sahəsi, 1-ci, 2-ci sektor çalışanı sayın. Biz 40 milyon 60%-ni tapaq görək. Əmək ehtiyatı nə qədərdir? 40-ı vurun 60-a, bölün 100-ə. Burada cavab 24 çıxacaq. 24 milyon nəfər əmək qabiliyyətli əhali var. Yəni 24 milyon əhali işləmək qabiliyyətinə malikdir. Bunun 75%-i
Üçüncü və dördüncü sektorda çalışır. Neçə faizi birinci sektora keçərkən? 25 faizi. Biz bu 24 milyonun da 25 faizini, baxın 100 faizi 75 faizi buradadırsa 25 faizi bu yana düşür. Bizə birinci və ikinci sektor lazımdır. 24 milyonun 25 faizini tapmaq üçün 24'ü vurursunuz 25'e, bölürsünüz 100'e. Burada cevap eləyəcək 6 milyon. 6 milyon əhali neymiş? Yəni 18 milyonu 3-cü və 4-cü sektorda çalışırsa 6 milyonu 1-ci və 2-ci sektorda çalışır. Keçdik 239-cu suala. Burada nə istəyir bizdən? Ölkə əhali sayı bu qədər. İllik artım hər 1000 nəfərə 4'dür. Əhalinin sayının illik artımı. Aha. Demək, bu sualda baxın, əhalinin illik artımı 0,6%. Yəni bu 100 faizə artım 0,6% təşkil edirsə, hər 1000 nəfərə təbii artım nə qədər olar? 6 nəfər olar. Hər iki tərəfə ona vursaq 6 nəfər təşkil edir. Bu illik artımdır. Bizə burada əhalinin illik artım. Təbii artımı isə hər 1000 nəfərə 4 veribdir. Hər 1000 nəfərə təbii artım 4'dür. Biz bilirik ki, illik artımda təbii artımla yanaşı, təbii artım plus mexaniki artımda da illik artıma aid olan. İndi təbii artım 4 nəfərdirsə, bu ümumi artım 6 nəfərdirsə, mexaniki artım neçə nəfər düşür? 2 nəfər. Demək ki, mexaniki artım hər 1000 nəfərə 2 nəfər təşkil edir. Bəs, bizə axı o sizin nəfərlə soruşur. 6 milyon 2, bu necə rəqəm? 62.850 min nəfərə nə qədər olar? 1000 nəfərlə soruşduğuna görə biz bunu hesablayaq, deyək. X. Burada da cavabımız olacaq 125.000, aşağıda yazaq, 125.700 nəfər təşkil edəcək. Bir də deyirəm. Təbii artım deyəndə, illik artım deyəndə, təbii artımla yanaşı, mexaniki artım nəzərdə tutulur. İndi ümumi bizdə bu artım 0,6%, yəni 6 nəfər təşkil edirdi. Təbii artımı özləri veriblər, 4 nəfər. Yəni bu 6'nın 4'ü özləri hesabına, yəni təbii artım hesabına çoxalır. Mexaniki artım gəlmələr hesabına isə 2 nəfərə çoxalır. Biz təbii artımın hər 1000 nəfərə 2 nəfər olduğunu tapandan sonra görürsən 6 milyon 62.850 min nəfərə nə qədər təşkil olundu? Burada cavabımız 12.500, 125.700 nəfər təşkil elədiyini tapırıq. Və sonuncu sual, 240-cı suala gəldik. Deyir ki, ölkədə əhalinin sayı ilin əvvəlində bu qədər, ilin sonunda bu qədər olubdur. Biz böyükdən kiçiyə çıxsaq, yəni ki, bilək də, bir il ərzində əhali artımı nə qədər olubdur? Siz 5 milyon, 52 milyon 218.500 nəfərdən 52 milyon 185.200 nəfərə çıxsaz, cavab eləyəcək 33.300 nəfər. Yəni, bu qədər artım olubdur. Ümumi artım, cəmi artım bu qədər olubdur. İndi bunun 12,9 mini miqrasiyadırsa, təbii artım hesabına qədər olaraq işdən çıxacaq. 12.900 min nəfərdə çıxsaq, cavabımız eləyəcək 20.400 nəfər. Bizi bunu 1000 nəfərdən soruşduğuna görə bunu 1000'ə böləndə 20,4 çıxır. Cavabımız 20,4 olacaq.